Dedi, bu məbləğdə olan bir işi 23 yaşında bir uşağa niyə verim? Mənim sualımı cavablandır, mən səndən işləyəcəm. Bir yerə qiymət təklifi göndərdi. Qiymət təklifimiz çox maraqlı oldu. Çox yuxarı segmentdə bir şirkət səviyyəsində alış idi. Bizi dəvət elədilər ki, bizə nümunə gətirin. İlkin görüşə mən özüm getdim. Görüşdə çox geniş miqyasda işlərimiz barəsində, portfolyomuz barəsində mən informasiyalar verdim. Mənə həmən rəhbər bir dənə sual verdi. Dedi, bu məbləğdə olan bir işi 23 yaşında bir uşağa niyə verim? Mənim sualımı cavablandır, mən səndən işləyəcəm. Təbii ki, biz də bazara girmək üçün həmən dövrlərdə minimal rəqəmlər təklif eləmişdik. Həmən sahibkar mənə bildir ki, sən mənə nümunə təqdim eləmədiyin təqdirdə biz sizlə işləyə bilmərik. Bizimlə nümunə hazırlamağa imkanımız belə yoxdur həmən dövr üçün. Təsəvvür eləyin, 70-80 adda siyahıda məhsul var. Bir həftəni bəlkə keçməyən bir müddətdə bütün nümunələrini hazırladıq. Bu nümunələri böyük yük maşınına, qazellə apardıq fəaliyyət görəcəyimiz hansı ki şirkətin həyətinə. Bu bizim elədiyimiz dəliliklərdən biri idi ki, düşündüm ki, bu harda qırılacaq. Mən bu işi götürməyəcəmsə əgər, bu mənim üçün çox ciddi bir çətinlikdir. Oranın rəhbərinə məlumat verdilər ki, Tofiq bəy gəlib, nümunələri gətirib. Deyir ki, gətirin yuxarıya. Mühafizəçi informasiya verdi ki, bu yuxarıya gələsi veş deyil, qazellə, yük maşını ilə bura məhsul gətiribdilər. Və birinci müzakirəmizdə qarşı tərəfdən bizə çox aqressiya var idi ki, biz belə ödəyəcəyik pulu, biz filan vaxtlarda ödəyəcəyik və s. Qarşı tərəf öz müddəalarını mənə şifahi formada bildirirdi. Dedim, nümunə gətiriblər ki, bu qazellə aşağıda, bankın həyətindədir burada. Böyük bir əsas filial idi. Düşdü aşağıya, həmən rəhbər şəxsi özü baxdı və o qədər anında bir şok təsiri ilə yüksək səviyyədə qəbul eləmiş bizim ora nümunələri o forma çatdırmağımızı. Və birinci müzakirəmizdə səsləndirdiyi müddəalar ki var idi, bunların heç biri olmadı. Demək olar ki, nağd şəkildə öncədən ön ödəməklə biz bu işi başladıq, işlədik. Bəzi yerlərdə kritik qərarlar var ki, onları məncə bugünkü gün uğur qazanmış hər bir sahibkar o kritik qərarları müəyyən açar nöqtələrdə vermiş olan adamlardır.